Ayətullah Müstəba Tehrani yazdılar ki, axırıncı çıxışı olub bunun. Böyük mərzəy təqlid, alim, fəqih insan idi. Danışırdı, öz gözümlə baxdım, onun görüntüsünə baxdım. Dedi ki, mən bu gecə bütün elmi rütbələrimi bir qırağa qoyuram, mərzəyyəti bir kənara qoyuram, əxlaqı, elmi, bütün dərəcələrimi bir kənara qoyuram. Bu gecə dedi, istəyirəm Rozu oxuyam, Nohə oxuyam. Ondan sonra 2 cümlə söz dedi. Dedi, mən Nohə xanlıq da bacarmıram, heç Nohə də Roza da oxuya bilmirəm. Amma bu gecəki axırıncı dəfə insanların huzurundaydı, axırıncı dəfə danışırdı. Dedi ki, 2 beyt şeir dedi fars dilində. Dar vəsət-i kuçə toramizədən, kaş becai to məramizədən. Əlinin dilindəndir ki, küçənin ortasında səni vurdular, kaş sənin yervə əlini vurardılar. Ya Zəhra dedi, ağladı.